Salam yoldaşlar, mən Fərd Əliyev, FES Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi. Bugün sizlərlə sadə cümlənin şəxsə görə növləri haqqında danışacağıq. Sadə cümlənin şəxsə görə növləri. Yadda saxlayırıq ki, sintaksisdə şəxs dedikdə nə nəzərdə tutulur? Mübtəda nəzərdə tutulur və cümlənin şəxsə görə növləri məhz mübtədanın olması və yaxud da ki, onun təsəvvürü dərəcəsinə görə müəyyənləşir. Sadə cümlənin şəxsə görə növləri xəbər əsasında formalaşan sadə cümlələr var. Bir də mübtəda əsasında formalaşanlar. Mübtəda əsasında formalaşan sadə cümlələr var. Mübtəda əsasında formalaşan bir cümlə tipi var. O da adlanır adlıq cümlələr. Bunların hər bir haqqında ayrı-ayrılıqda danışacağıq. İndi biz xəbər əsasında formalaşan sadə cümlənin növlərinə baxaq. Onlar hansılardır? Yadda saxlayırıq. 1. Müəyyən şəxsli 2. Qeyri-müəyyən, qısa yazacağım, qeyri-müəyyən şəxsli, daha sonra ümumi şəxsli, daha sonra şəxssiz cümlələr. Bir dəqiqə. Şəxssiz cümlələr. Bugün bu videoda biz danışacağıq müəyyən şəxsi cümlələr haqqında. Demək, müəyyən şəxsli cümlələr. Yadda saxlayırıq ki, müəyyən şəxsli, baxın, müəyyən şəxsli, bunun şəxsi, yəni mübtədası nədir? Mübtədası müəyyəndir. Müəyyən şəxsli cümlələr, belə deyək, mübtəda buraxıla da bilər və yaxud da ki, cümlənin özündə də ola bilər. Fərq eləmir. Məsələn, deyirəm ki, məqsədim oxumaqdır. Oxumaqdır. Nə oxumaqdır? Məqsədim. Mübtədam varmı? Var. Demək, cümləm necə cümlədir? Müəyyən şəxsli cümlədir. Və yaxud deyirəm ki, mən sabah gələcəm ki, mən nə vaxt gələcəm? Sabah gələcəm. Düzdürmü? Mübtədam müəyyəndirmi? Müəyyəndir. Mən. Demək, sadə cümlədir, müəyyən şəxslidir. Bu, yazdığım cümləyə aiddir, təbii ki, deyə bilərik. Daha sonra, müəyyən şəxsi cümlələrdə mübtədalar buraxıla bilər. Amma hansı mübtədalar? Yadda saxlayırıq. Şəxs əvəzliklərindən mən, sən, o, biz və siz. Bu şəxs əvəzlikləri nədir? Buraxıla bilər. Buraxılsa belə bərpa eləyə bilirəmsə, yenə də həmin cümlələr müəyyən şəxsi cümlələrdir. Yəni, mən yazsam ki, mən gedirəm ki, mən müəyyəndir. Və yaxud bunu belə yazsam, mən gedirəm. Bu cümlədə müəyyən şəxsli cümlədir. Mübtədasını asanlıqla nə edə bilirəm? Bərpa eləyə bilirəm də məndir. Və yaxud deyirəm ki, gedir. Kim? Mübtədasını bərpa eləyə bilirəm. O. Və yaxud gedirik. Kim? Biz. Mübtədasını nə edə bilirik?
rahatlıqla bərpa eləyə bilirik. Düzdürmü? Qısası, müəyyən şəxsi cümlələrdə mübtəda ya mənim konkret cümləmdə var və yaxud yoxdur, nə edə bilirəm? Mən mübtədanı asanlıqla bərpa eləyə bilirəm. Bir də nə ehtiyatlı oluruq? Üçüncü şəxsin cəmində. Yadda saxlayırıq. Əgər onlar sözü cümlədə varsa, məsələn, deyirəm ki, onlar müəyyən şəxsli cümlədə də ola bilər və yaxud qeyri-müəyyən şəxsli cümlədə onlar işlənmir, təsəvvürdə bərpa oluna bilir. Məsələn, deyirəm ki, onlar gəldilər. Təhlil edirəm, gəldilər. Kim? Onlar. Mübtədan varmı? Var. Demək, necə cümlədir? Müəyyən şəxsi cümlə. Yəni, bu fikir müəyyən şəxsi cümləyə aiddir. Yəni, mübtəda var cümlədə və yaxud yoxdur, bərpa eləyə bilirəm. Bir dənə bu onlarda ehtiyat eləyəcəyimiz məqam odur ki, onlar konkret cümlədə varsa, əgər mübtəda funksiyasına çıxış eləyibsə, o müəyyəndir. Yoxdur. Digər şəxs əvəzlikləri kimi, ay müəllim, bunu biz bərpa eləyə bilirik də, düşünə bilirik, təsəvvürümüzdə canlandıra bilirik. Bu da müəyyəndirmi? Xeyr, bu artıq qeyri-müəyyəndir. Bu cümlə belə olsa, gəldilər formasında olsa, gəldilər. Bu cümlə artıq olacaq necə cümlə? Qeyri-müəyyən şəxsli cümlə. Müəyyən şəxsli cümlələr. Yadda saxlayırıq. İkinci dərəcəli üzvlərin iştirakı baxımından müxtəsər və geniş ola bilər. Müxtəsər cümlə nədir? Müxtəsər. Geniş cümlə nədir? Bu haqda danışaq. Yəni, qısası, geniş cümlə odur ki, bizim əlimizdə olan cümlədə ən azı bir dənə ikinci dərəcəli nə olsun? Üzv olsun. Ya tamamlığı, ya təyin, ya zəfli. Müxtəsər odur ki, yəni baş üzvlər olmalıdır. Yəni, hər ikisi də ola bilər təbii ki, və yaxud ikisindən biri də. Fərq eləmir. Əgər, bir daha deyirəm, cümləmdə bir dənə olsa belə, ikinci dərəcəli üzvlərdən hər hansısa biri varsa, artıq o geniş cümlədir. Məsələn, deyirəm ki, mən gəldim və yaxud gəldim. Düzdürmü? Hər iki cümlə necə cümlədir? Gəldim, mən gəldim və yaxud gəldim. Hər ikisi müxtəsər cümlədir. Baxsaq, mübtəda xəbər, birində xəbər var, mübtəda yoxdur. Təbii ki, bərpa eləyə bilirik, müəyyən şəxslidir. Amma geniş cümlədə ikinci dərəcəli üzv olmalıdır. Məsələn, deyirəm ki, mən dünən gəldim. Kim? Mən. Nə vaxt gəldim? Dünən. Ən azı bir dənə ikinci dərəcəli üzvün var da, düzdürmü? Demək, bu cümlə artıq geniş cümlədir. Daha sonra, yəni qısası müxtəsər və geniş cümləni bir daha deyirəm. Geniş cümlədə ən azı bir dənə ikinci dərəcəli üzvüm olmalıdır. Müxtəsər cümlədə baş üzvlərdən hər hansısa biri və yaxud hər ikisi. Daha sonra, müəyyən şəxsi cümlələrdə deyə bilərik ki, müəyyən şəxsi cümlələrin xəbəri, ismi xəbərli də ola bilər. Xəbərimiz, müəyyən şəxsi cümlələrdə xəbərimiz, ismi xəbərli də ola bilər. İsmi xəbərli. Bir də fe'li xəbərli ola bilər. Fe'li xəbərli. Nədir ismi xəbərli, nədir fe'li xəbərli? Yəni, mən əgər xəbərin fe'lin şəkilləri ilə ifadə olunubsa, fe'li xəbərlidir də, düzdürmü? Və yaxud frazoloji birləşmələrlə ifadə olunubsa, fe'li xəbər. Məsələn, deyirəm ki, elə bu cümlə, mən gəldim. Mən gəldim. Gəldim. Kim? Mən. Düzdürmü? Baxıram xəbərimə. Təsviflənən fe'llə ifadə olunub. Demək, fe'li xəbər. İsmi xəbərli odur ki, yəni fe'ldən başqa
feillərin içərisində də istisna feili sifət məsdəri çıxmaqla. Adlarla ifadə olunmalıdır ki, mən ona ismi xəbərli deyim. Məsələn, deyirəm ki, o uşaqdır. Uşaqdır, uşaqdır. Kim? O. Və yaxud məqsədim, məqsəd oxumaqdır. Oxumaqdır, oxumaqdır. Nə? Məqsəd. Məsdərlə ifadə olunub. Bilirik ki, təsvirlənməyən feillərdən məsdərdir, feili sifətdir. Bunlar ismi xəbər olur, feili xəbər ola bilmir. Feili bağlamada təbii ki, bir cümlə özü olur, o da zərflik. Belə, müəyyən şəxsi cümlələrdə bir də ümumiləşdirək, nə olmalıdır? Bir daha deyirəm, cümləmin mübtədası olmalıdır. Mübtədası. Ya var, ya bərpa eləyə bilirəm, o da ki, təbii ki, şəxs əvəzliklərində. Daha sonra dedik ki, müxtəsər geniş ola bilər. Müxtəsər cümlə o idi ki, baş üzvlər iştirak eləməli idi. Geniş cümlədə o idi ki, ən azı ikinci dərəcəli üzvdən biri olmalı idi. Daha sonra dedik ki, xəbərimiz ismi xəbərli də ola bilər, feili xəbərli də ola bilər. Belə, sadə cümlənin bugün sizlərlə müəyyən şəxsli sadə cümlələr haqqında danışdıq. Növbəti videolarda yerdə qalan növlər haqqında danışacağıq. Sağ olun.